Salam əziz xanımlar. Bugün ginekoloqumuz Ayten Abdullayeva ilə sizin ən çox ünvanladığınız suallara cavab tapacağıq. Doktor, poliplər haqqında danışmaq istəyirəm. Çünki gündəlik praktikamda daha çox qadınlarda son zamanlar poliplər izləyirəm uşaqlığın sezgi qişasında və bu xanımların əksəriyyəti sonsuzluqla müraciət edir. Bəs xanımları da çox maraqlandırır ki, bu sonsuzluqla polip arasında hansı əlaqə mövcuddur və poliplərin yaranma səbəbi nədir? Bəli, tamamilə düzgün buyurdunuz ki, poliplər zamanı qadınlar, qızlarımız çox zaman sonsuzluq şikayəti ilə müraciət edirlər və müayinə aparılır, baxılır ki, polip var. İlkin olaraq deyim ki, poliplərlə sizlərə çox göndərişlər veririk. Hətta deyirik ki, sıxılın dərhal sonra düşünsün, çünki poliplərin diaqnostikası da biraz çətinlik törədir. Bu suala da siz qeyd edərsiniz. Bəli, poliplər olan zaman əlbəttə ki, sonsuzluğun yaranma səbəblərindən əsas biri polipin yerləşməsidir. Polipin yerləşməsi məsələn, turbalığın uşaqlıq borularının ağzında olarsa, polipin yerləşməsi burada sonsuzluğun yaranmasına səbəb ola bilər, boru keçiriciliyin pozulmasına səbəb ola bilər, spermatozoidlərin hərəkətinə maneçilik törədə bilər, implantasiya, yəni maylanmış yumurta hüceyrənin uşaqlığın daxili qişasına yapışmasının qarşısını ala bilər. Bəzən hətta bir neçə polipə, bir deyil də, bir neçə polipə də çox rast gəlirik qızlarda. Bu səbəblər məhz sonsuzluğun bir səbəbidir və burada elə sizin də bir qısa şəkildə aydınlıq gətirmənizi istəyirəm. Çünki xanımlar çox müraciət edirlər, çox onları maraqlandırır ki, nə vaxt düşək, ultrases müayinəsi nə zaman bizə dəqiq məlumat verəcək? Mənə bu mövzuda, bu şikayətlə xanımlar çox müraciət edirlər, doktor. Poliplər uşaqlığın sezgi qişasında olur və onun görüntüsü uşaqlığın sezgi qişa görüntüsünə yaxın olur. Ona görə də biz müəyyən siklın müəyyən günlərində sırf müayinə edirik ki, o polipləri dəqiqləşdirə bilək. Bu günlər menstrual dönəmin, adət dönəminin 8-ci 14-cü gün arasında təsadüf edir. Məhz həmin dönəmlərdə biz poliplərin diaqnostikası üçün müayinə xanımlara məsləhət görürük. Digər bir nüansa da burada toxunmaq istəyirəm. Poliplər olan zaman qanlı ifrazatlarının olması. Yəqin ki, sizə də bu şikayətlərlə çox gəlirlər. Klimakterik dövrdə də bəzən olan xanımlar var ki, poliplər rast gəlir və menstrual sikl arası dövrdə qanlı ifrazatlar müşahidə olunur. Buna da aydınlıq gətirirəm ki, əgər belə şikayətləriniz varsa, mütləq ultrases müayinəyə, ginekoloqu və ultrases müayinəyə müraciət edin. Çünki poliplərin çox aşağı olsa da belə onkoloji riski var. Ona görə əziz xanımlar vaxtında müraciət edin.